Salam uşaqlar, hər vaxtınız xeyir. Deməli, 6-cı sinif rəcib kitabımızdan yeni mövzumuzla yolculuğumuza davam edirik. Baxaq görək mövzumuz nədir? Deməli, mövzumuz ən böyük ortaq bölən, yəni əbob. İlk öncə gəlin qısa bir dərs izahı kimi verək, sonra tapşırıqlar üzərində daha geniş danışarıq. Deməli, əbob nədir? Kitabınız var yəqin ki, hamınızın. Oradan özünüz oxuyarsınız. Mən misal üzərində izahım verirəm. Deməli, məsələn, bizə verir əbob 32 ilə 48 məsələn. Belə yazaq. Biz birinci verilən ədədləri, daha doğrusu, sadə vuruqları ayırmalıyıq. Sadə vuruqları ayırmaqda biz mürəkkəb ədəddən sadə vuruğa ayrılışı mövzusundan bilirik. Birinci 2-yə bölünür. 32 çünki 2-yə bölünür. 32-ni 2-yə böldüyümüz zaman edir 16. 16 2-yə bölünür 8, 2-yə bölünür 4, 2-yə bölünür 2, 2 də 2-yə bölünür 1. Sonra 48 2'ye bölünür 24, 2'ye bölünür 12, 2'ye bölünür 6, 2'ye bölünür 3, 3, bu da 1. Əbob bizə deyir ki, sadə vuruqları ayırandan sonra ortaqlar qeyd olunur. Həmişə çalışın belə dairəyə alın, nə bilim altına xətt çəkin ki, sizə tapmaq daha rahat olsun. Ortaqlar nə deməkdir? Yəni hər ikisində iştirak etməlidir. 2 burada da var, burada da var. Sonra 2 burada da var, burada da var. 2 burada var, burada var. Burada 2 var, burada 3 yoxdur. Məsələn 3 var, burada 3 yoxdur, burada 2 yoxdur. Qeyd etdiklərimizi biz bir-bir yazırıq. 2 vurulsun. 2 vur, 2 vur, 2. Tabi bunu götürüb bu tərəfdəki 2-ni də ayrıca bir-birinə vurub yazıb, sonra bu tərəfdəkiləri də bir-birinə vurub yazmağa ehtiyac yoxdur. Neçə dənəsin qarşılıqlı, məsələn, ortaq götürmüşüksə, biz o qədərini vururuq. Bax, 4 dənə 2 işarə eləmişik hər ikisində. Ona görə 4 dənə 2-ni bir-birinə vurmalıyıq. 2-ni 2-yə vuranda 4, 4-ü 2-yə vuranda 8, 8-i 2-yə vuranda 16. Deməli, əbob 32, 48, 16 edir. Sonra, məsələn, əbobda belə bir qayda var. Hələ ki, bu 17-ci səhifənin tapşırıqları bu 2 dənə qayda əsasında gedəcək. Digər səhifədə qarşılıqlı sadə ədədləri də izah edəcəm. Əbob deyir ki, məsəl üçün, belə bir ifadə verir. Deyir ki, bu, məsələn, mötərizənin içərisində verilən, belə deyək də, Lori dildə ədədlər bir-birinə tam bölünürsə, yəni biri digərinə tam bölünürsə, biz o zaman, bax, tam bölünəndə bölənə bərabər olur cavab. Necə? Deyək, yazırıq necə? 9 bölək 3 bərabərdir 3. Cavabımızla ama işimiz yoxdur. Ümumiyyətlə deyirəm. Biz burada 9-a bölünən deyirik. 3-ə də bölən deyirik də, hə? Əbob deyir ki, belə olduğu zaman, yəni 9 3-ə tam bölünür deyə cavab bölən götürülür. Bölən hansıdır? 3. Elə cavab da 3 götürülür. Tez tapmağın yoludur da bu. Bunu sadə vurğulara ayırıb da tapsaq onsuz eyni şey alacaq. Amma belə məsələn böyük ədədlər olacaq ki, o məsələn sadə vurğu ayırmaq deyək ki, uzun zaman alacaq da. Ona görə içərisindəkiləri məsələn biri digərinə daha doğrusu tam bölünürsə, burada cavabı bölən götürülür. Bu şəkildə də yazaraq tapa bilərsiniz. Belə. İndi isə gəlin keçək tapşırıqlarımıza. Birinci tapşırığımızdan yaza-yaza gedək. Birinci tapşırıqda nə deyir? Deyir, verilmiş ədədləri sadə vuruqlara ayırmaqla onların ən böyük ortaq bölənini tapın. Yəni, hamısında əbobu tapmağı soruşur. Tapaq, yazıb əbob 24, 30. Yəni, hər biri sadə vuruqlara ayrılır.
Sonra ortaqlar qeyd edilir. Sonra baxırıq 3 və qeyd olunan ortaqlar bir-birinə vurulur. Bu şəkildə. B variantı. EBOB 20-70. Bu şekilde yine ortaklar qeyd olunur. 2 vur 5 yani 10. C variantı. EBOB 28-40. Sadə vurğuları ayıraq. 2'ye böldüğümüz zaman nedir? 14. 7, 7, 1. 20, 10, 5, 1. İki vur 2 beraber 4. Sonra EBOB D variantı. 144, 48. Deməli 144 sadə vurğuları ayıraq. 2'ye bölündə 36, 18, 9. Sonra 48'i. Ortaqlar qeyd edilsin. Gördüğünüz ki mesela burada 48'in hamısını qeyd eləmişsiniz də. Burada 48, yani burada da eyni şeydir də. Elə cavabı 48 yaza bilərsiniz. 2 vur 2, vur 2, vur 2, vur 3 yine eyni ədədidir. Ona görə elə 48 özü alınır. Deməli Y variantı EBOB 44-50. de sadə vurğuları ayıraq bu şekilde. Yalnız orada 2'dir. Cevap da 2 olur. Sonra F variantı EBOB 75-45. Deməli 75'i sadə vurğularına ayıraq və 45. Ortaqları qeyd edək. 3 vur 5 beraber 15. Sonra G variantı. Burada belə düşüb sadəcə məndə. Bu şəkildə. Belə çəkməyə alınır deyə sizə göstərə bilmirəm hamısı. 64, 84. 64'ü sadə vurğuları ayırırıq. Bu şekilde 84 sadə vurğularına ayrılır. Ve ortaqlar qeyd edilir. Sonra var yoxdur. 2 vur 2 beraber 4. Ve sonuncusu. Birinci misalın sonuncu bənd. 52, 78. Sadə vurğuları ayıraq. 2'ye böldüğümüz zaman 29. Yok. 26. 2'ye böldüğümüz zaman 13. 13, 1, 78. 2'ye bölündüğü zaman 39. 3'e bölündüğü zaman 13, 13, 1. Deməli 2 ve 13. Bu şekilde yazılır. Birinci tapşırığımız burada yekunlaşdı. Keçək 2'ye. 2'də görək nə deyir. Deyir şifahi tapın ve cevabı əsaslandırın. Necə, nə deməkdir bu?
Bizim bayaq öyrəndiyimiz qayda nə idi? Demişdik ki, bir ədəd digərinə tam bölünürsə, bu ədədlərin əbubu bölənə bərabərdir. İndi göstərəcəm niyə. Yəni burada cavablar nədir də? A variantında deyik ki, əbub 10, 80. İndi mən buradan baxanda deyirəm cavab 10'dur. Gəlin indi deyək ki, niyə 10'dur? Biz dedik ki, bir ədəd digərinə tam bölünürsə, yəni 80 10'a tam bölünür. 80'i 10'a böldüğüm zaman 8 idi. Biz de demiştik axı bölən götürülür. Bölən də 10 olduğuna göre cevap olur 10. Əbub 18, 72. Yine burada cevap olacak 18. Çünkü 72'ni 18'e böldüğümüz zaman 4 edir. Tam bölünür də. C'de əbub 20, 100. Cevap 20'dir. Çünkü 100 20'ye bölünür. D variantı. Əbub 25, 75. Cevap ile 25. Çünkü 75 25'e bölünür. Y variantı 45, 135. 45, 135. Cevap 45'ti. Çünkü 135 45'e bölünür. F variantı 26, 130. 26, 130 beraberdir. Cevap ile 26'dır. 130 bölü 26 beraberdir 5. G variantı əbub 18, 90. Cevap 18'dir. 90 18'e tam bölünür. Sonuncu H variantı 32, 192. Cevap 32. Çünkü 192 32'ye tam bölünür. Bu şekilde sade. Aha. Nömrə 3. Deyir ki, bərabərliyin doğru olması üçün dəyişənin bir neçə qiymətini yazın. Birinci yazaq. Əbub 30x bərabərdir 30'dur. Bu hansı qaydaya aiddir? Bu indi yazdığımız qaydaya aiddir də. Yəni burada neçə ola bilər? X neçə ola bilər? X 60 ola bilər. Çünki 60 30'a tam bölünür. X 90 ola bilər. Məsələn, X 120 ola bilər. Bu şəkildə ola bilər. Çünki 60 30'a tam bölünür. Yenə təkrar edirəm. Sonra əbub M 20 verir. Cevap yine 20'dir. Yani M burada neçə ola bilər? M burada ola bilər 40. M burada ola bilər məsələn 80. Sonra M ola bilər yine 120. Bunlar hamısı tam bölünür. Ve sonuncusu yazıb C variantında əbub K 20 beraberdir K. Göstereyim. Bak bu. Bu ne deməkdir? Bax, K'nı K verib 20 verib. Deməli bu 20'dir. K 20'dən kiçik olmalıdır da. Çünki bölünməlidir. Axı biz demişik ki, məsələn 20 bölünsün bunun içərisindəki ədəd onda bərabər olmalıdır. K'nın özünə bölənə bərabər olur axı. Məsələn o da olur 10 5. Məsələn bu şəkildə yazmaq olar. Çünki 25'e tam bölünür. 20 10'a tam bölünür. Belə. Növbəti 4-cü. Deməli, nömrə 4. Yine əbubu tapmaq soruşulur. İndi burada 3 dənə ədəd verilir. 3 dənədə də eyni şeydir. Yenə sadə vurğuları ayırırıq. Hər üçündə bir-birinə ortaq olanlar qeyd olunur. Buradan görürsünüz. Aha. A variantında yazıb əbub 20, 45, 65. Yəni birinci hamısını sadə vurğulara ayıraq. Burada yazaq ki, rahat görək. 2'ye böləndə 10. 5, 5, 1. 45, 3'e bölünür. 15, 3, 5, 5, 1. 65 de 5'e bölünür. 13 ve 13, 1. İndi hər birində ortaq olan hansıdır? Hamısında olmalıdır da yəni. 5.
Bunda bu ifadənin cavabı 5'ə bərabərdir. B variantında EBOB 54, 72 və 90. Deməli, 54'ü sadə vurğulara ayıraq. 2'ye böldüğümüz zaman 27, 3'e böləndə 9, bu şəkildə. 72, 36, 18, bu şəkildə və 90, bu şəkildə. Baxaq görək hansılar ortaqdır. 2 var hər birində, yazdıq. Sonra 3 var. Yine 3 var. Deməli nə oldu? 2 vurulsun 3, vurulsun 3. Bu da edir 18. Sonra bak bu asmır videosuna oxşadı şaqlaşaraq. Nömrə 4'ün ardı. C variantını yazırıq. EBOB 28, 42 və 70. Deməli, 28'i sadə vurğulara ayıraq. 2, 14, 2, 7, 7, 1. Sonra 42'ni ayıraq. 2, 21, 3, 7, 7, 1 və 70'i. 2, 35, 5, 7, 7, 1. Deməli, ortaqlar 2 və 7. 2 vur 7 bərabər 14. Sonra D variantı. Çox sadə misallardır bunlar. Ümumiyyətlə EBOB, EKOB sadə dərsdir. Qaydalarını da biləndən sonra yazmaq daha rahatdır. Qaydaları mütləq şəkildə hər dəfə təkrarlayın. Dərs oxumağa ərinməyin uşaqlar. Sonra baxaq görək. 3 və 5. Yəni 15. Y variantı. Deməli, 32'ni sadə vurğulara ayıraq. Sonra 48'i. Və 80. Baxaq. 2. 1'də 2. 1'də. 1'də. 4 dənə 2. 16. Və sonuncusu F bəndi. Buradadır. Sonra deyirsiniz müəllim hardan yazır. 52'ni sadə vurğulara ayıraq. Yetmiş 8'i ve 104. İkiler. Bir de 13. Ve bu da bitti. 26. Nömrə 5. Nömrə 5 qəşəng maraqlı sualdır. Deyir A və B ədədlərinin sadə vurğulara ayrılışına əsasən onların ən böyük ortaq bölənini tapın. Gəlin birinci A'nın və B'nin sadə vurğularını yazaq. Deməli, A verib 3'ün kvadratı, vur 5'in kvadratı, vur 7'nin kvadratı. B'ye də deyir 2 üstündə 3, 5 üstü 1, 11'in kvadratı. Bax uşaqlar, bu nə deməkdir? Yəni, bunu tam yazsam, 3 vurulsun 3, vuraq 5 vur 5,
vurulsun 7 vur 7. Eyni şeydir də, sadəcə qüvvət şəklində yazıb. 2 vurulsun 2 vur 2 vurulsun 5 vurulsun 11 vur 11'ə. Bu şəkildə yazarıq. Mesela bunu vurub cavabını da deyə bilərəm. Məsələn, deyim sizə. A-nın cavabı edir 11.025. B-nin də cavabı edir 4840. Bu bizə ehtiyacı yoxdur. Ümumiyyətlə deyirəm də, ola bilər ki, kimsə soruşar. Deyir ki, bunların ayrılışası, onların ən böyük ortaq bölənini tapın. Məsələn, biz ədəd bu ədədlər verilib sanki. Biz bunun sadə vurğuları ayırdıq. Sadə vurğuları ayıranda tapdıq ki, bunlardır. Biz nə demişdik? Əbob nədir? Ortağın tapmaq demək deyil. Burada bir dənə ortaq olan 5-dir də. Deməli, bu ədədlərin əbobu 5'ə bərabər. Yəni, bu ədədləri bu şəkildə yazsaq 5'ə bərabərdir. Belə. Gəlin, indi B variantına baxaq. Vur 5'in kvadratı. B'ye də yazıb ki, 2'nin kubu vur 3 üstü 1 vur 5 üstü 1. Gəlin, bunların yeni açılışını yazaq. 2 vurulsun 2, vurulsun 3, vurulsun 5, vurulsun 5. Bu da bu şəkildə yazılır. Yəni, A-nın cavabı, məsələn, deyim sizə 300 eləyir. B-nin də cavabı edir 120. Əboblar nədir? Ortaq olanlar. Sonra var, Yəni, əbob 300, 120'nin əbobu 2 vurulsun 2 vur 3 vur 5'dir. Yəni 60'a bərabərdir. Heç deyək bunu açılışını yazmadan da bilmək olar da. Burada 2 dənədir, burada 3 dənədir də. Biz ən azı, elə bir ən azını götürürük də. 2 bunun 3'ün içərisində var. Ona görə 2'nin özü götürülür. Yəni 2 vur 2 kimi götürülür də. Sonra 3 üstü 1'dən hərəsindən 1 dənədir. 5'in kvadratı 5 üstü 1. Yəni az olan götürülür də. 5 üstü 1 götürülür. Yəni 1 dənə 5. Bu o deməkdir. Belə. Bu səhifə bitdi. Keçək növbəti səhifəyə. Növbəti səhifədə çox misal şifahidir. Amma çalışacağım ki, həm də göstərək ki, niyə elədir də. Burada nədir əsas? Burada ancaq qarşılıqlı sadə ədədlərdən söhbət gedir. Qarşılıqlı sadə ədəd nə deməkdir? Ortaq bölənləri yalnız bir olan ədədlərə qarşılıqlı sadə ədədlər deyilir. Yəni bunları biz sadə vurğulara ayırdığımız zaman heç bir ortaq böləni olmamalıdır da, yəni. Heç bir ortaq qeyd olunmamalıdır. Məsələn, gəlin misallar üzərində yazdıqca burada qaydalar var yadda saxla hissəsində. Onları daha aydın başa düşək. Adam nümunə görəndə daha yaxşı yadda qalır axı. Deməli, nə deyir bu? Deyir, sadə vurğuları ayırmaqla ədədlərin qarşılıqlı sadə ədədlər olduğunu əsaslandırır. Gəlin əsaslandıraq ki, niyə bu? Qarşılıqlı sadə ədəddir. Bu şəkildə yazaq. Belə verib, belə yaza bilərsiniz. 24, 35. Sadə vurğuları ayıraq. Birinci, yəni deyir ki, görürsünüz, birinci misal özü də deyir ki, sadə vurğuları ayırın, sonra əsaslandırın ki, niyə qarşılıqlı sadə ədəddir. 2'ye böldüyümüz zaman edir 12. Bu şəkildə. Baxın, uşaqlar, heç bir sadə, yəni ümumiyyətlə, heç bir ortaq böləni yoxdur. Baxın, burada 2, 2, 2, 3'dür. Burada isə 5, 7'dir. Ona görə ortaq böləni olmursa, əbob 1'ə bərabərdir. Sonra digəri, əbob 13, 18. Gördünüz, bunda da heç bir ortağı yoxdur. Ona görə 1 olacaq. C variantı, yəni 12, 17. Əbob 12, 17. 17 də bu şəkildə ayrılır. Yenə ortaq böləni olmadığı üçün olur sadə, qarşılıqlı sadə ədəd. 19, 23. Bu da
oldu cevabı 1. Sonra 25, 49. Yine ortak hiçbir bölən olmadığı için bu şekilde götürülür. Sonra Y bəndi yazaq belə. 21, 44. Hiçbir ortak olmadığına göre EBOB 1'e beraberdir. Da bu şekilde. Deməli, növbəti nömrə 7. Görə 7-ci misal nə deyir? 7-ci misal deyir ki, ədədlərin qarşılıqlı sadə ədədlər olub olmadığını müəyyən edin. Bu nə deməkdir? Bax, ümumiyyətlə, bax bu 3 dənə burada qayda var. Bunu mütləq şəkildə bilmək lazımdır. Deyir ki, istənilən 2 ardıcıl natural ədəd qarşılıqlı sadə ədəddir. EBOB 1'e bərabərdir. Bax, istənilən 2 dənə ardıcıl natural ədəd qarşılıqlı sadə ədəddir. Sonra 2 müxtəlif sadə ədəd qarşılıqlı sadə ədəddir. Bax, 5 ilə 7 2 dənə müxtəlif qarşılıqlı sadə ədəddir. Ona görə heç bunu hesablamağa ehtiyac yoxdur. Baxmadan deyə bilərəm ki, bu ikinci qaydaya əsasən bunun EBOB-u 1'e bərabərdir. İstənilən 2 ardıcıl natural tək ədəd qarşılıqlı sadə ədəddir. İstənilən 2 ardıcıl natural tək ədəd. 11-dən sonra tək ədəd 13 gəlir də. Bunun EBOB-u 1'e bərabərdir. Aydın oldu. Bu şəkildə bu 3 dənə qaydanı bilməklə misalları yazmaq daha rahat olur. İndi isə biz keçək. Yenə də EBOB-lar şəklində göstərəcəm ki, aydın olsun da həm şifahi deyək, həm də qayda kimi yazaq. Məsələn, birinci deyir EBOB 5, 7. Biz qayda dedik ki, əgər 2 dənə müxtəlif sadə ədəd varsa, 2 dənə müxtəlif sadə ədəd varsa, bunlar qarşılıqlıdır. Ona görə EBOB-ları da 1'e bərabərdir. Sonra EBOB 11, 13. 11, 13 nədir? 2 dənə ardıcıl natural tək ədəddir. 2 ardıcıl natural tək ədəddir. Qarşılıqlı sadə ədəd olduğuna görə EBOB-u 1'e bərabərdir. Yəni sadə vurğuları ayırsanız da onsuz da heç bir ortaq bölən olmayacaq. Üçüncüsü EBOB 14, 24. Artıq bunu sadə vurğu ayırmalıyıq. Çünki hər ikisi onsuz da bilirik ki 2'ye bölünür. 24'ü biz 2'ye böldüğümüz zaman 12 bu şekilde yazılır. EBOB-u da 2'ye beraberdir. Sonra dördüncü 20, 60. Biz mesela bunu baktığımız zaman hansı qaydaya əsasən deyir, məsələn bir ədədi biri digərinə tam bölünürsə, həmin misaldakı EBOB bölənə bərabərdir. Onsuz da cavab burada 20'dir. Gəlin indi yaxşı siz göstərək ki, həqiqətən də 20'dir yoxsa yox. Sadə vurğu ayırmaqla da, yəni yaza bilərsiniz də. Gəl görək. 2, 2, 2, 2, bu da 5. Elə 2'ni 2'ye vurup 5'e vuranda 20 ilə 20 gördünüz, eyni cavaba gəldi. Yəni qaydanı bilməyəm. Bunu qaydanı bilirəmsə saniyə çəkir bunu tapmaq. Amma sadə vurğu ayırmaq biraz vaxt aparır da. Vaxt cəhətdən yaxşı olur. Nömrə 7 ardı. 21, 23'de qalmışıq. Dördüncü 1, 2, 3'de 5. EBOB 21, 22. 21, 22 bizə nəyə xatırladır? Deyir ki, 2 dənə ardıcıl natural ədəd qarşılıqlı sadə ədəddir. Yəni 21'dən sonra 22 gəlir. Elə EBOB-u 1'e bərabərdir. Və sonuncusu
35, 44. Gəlin bunda məsələn yenə ayırsaq. Olsa sadə ortaq vurğuları yoxdur. Bu edəcək 1. Bu şəkildə. Növbəti 8. Nə deyir? Deyir ki, hesablama aparmadan ədədlərin qarşılıqlı sadə ədədlər olub olmadığını müəyyən elə. Gəl eləyək. Hesablama aparmayaq. Bildiyimiz qaydalara əsasən bunu yazırıq. Yenə də burada belə yazacağım. Məsələn, EBOB 17, 18. EBOB 17, 18 nə deməkdir? Yəni, istənilən 2 dənə ardıcıl natural ədəd qarşılıqlı sadə ədəddir. Ona görə EBOB-u 1-ə bərabərdir. Bu qarşılıqlı sadədir. Belə yazaq, qarşılıqlı sadə. İkincisi, EBOB 7, 11. Hansı qaydaya aiddir? İstənilən müxtəlif 2 dənə sadə ədəd qarşılıqlı sadə ədəddir. 7 də sadə ədəddir, 11 də sadə ədəddir. Ona görə 1-ə bərabərdir və qarşılıqlı sadədir. Üçüncüsü, EBOB 20, 21. 1-ə bərabərdir. Niyə? Çünki ardıcıl gəlib. 20, 21. Demişik ki, istənilən 2 ardıcıl natural ədəd qarşılıqlı sadə ədəddir. Dördüncü, 18, 21. Artıq burada biz hesaplamalıyıq. Çünki heç bir qaydaya uyğun deyil. 18'i 2'ye bölünür 9, 21, 3, 7, 7, 1. Ortaqları yalnız 3. Bu qarşılıqlı sadə deyil. Belə. 5-ci. EBOB 11. Bu da qarşılıqlı sadə ədəddir. Heç bir ortaq böləni yoxdur. Sonra 6-cı 16, 24. EBOB 16, 24. Sadə vurğuları ayırdıq. İndi gəlin tapaq. 2 deməli 2 vur olsun. 2 vur 2. Bu dedir 8. Qarşılıqlı sadə deyil. Və sonuncusu, bunu da buradan yazıram. Qarışıq düşsə də bunu belə ayıraq. Yazıb ki, EBOB 32, 33. Hansı qaydaya aiddir? Ardıcıl natural ədədlər qarşılıqlı sadə ədəddir. Bu şəkildə. Və sonuncu, 9-cu tapşırıq. Hesablama deyir aparmadan yenə cavabların səhv olduğunu izah eləyin. Gəl edək. Yazaq. Cavab olaraq yazıb 50. Onsuz da göstərəcəm də. Amma burada cavab 50 deyil də. 25 gəl yazaq. Cavab burada 25 olmalıdır. Çünki onsuz da 75 25'e tam bölünür. Heç hesablama aparmadan da, yəni sadə vurğuları ayırmadan da bunu yazmaq olardı. Sonra ikincisi. Yazıb EBOB 188, 189. Bax, cavab da yazıb 9. 188, 189. Sizə nəyi xatırladı? İstənilən 2 ardıcıl natural ədəd qarşılıqlı sadə ədəddir. Yəni cavab 1-ə bərabər olmalıdır. Bu qarşılıqlı sadədir. Ona görə 9 deyil, 1 olmalıdır cavab. Üçüncüdə nə deyir? Deyir EBOB 100, 100. EBOB 100, 100'ə cavab verib 10. Elə EBOB 100, 100'ün cavabı elə 100'dür də.
Sadə vurğu ayırsaq da, yenə əbəbunu tapsaq da 100 alınacaq. Mövzumuz bu qədər. Bütün tapşırıqlarını yazdıq. Yenə kimin nə sualı olsa soruşa bilər mədəniyyət çərçivəsində. Digər mövzularda görüşmək ümidi ilə.